Uşaqlar, hər vaxtınız xeyir olsun. Bu gün mən Sualə müəllimə ilə birlikdə 1-ci sinifdən Azərbaycan dili fənnindən sınaq işləyəcəyik. Uşaqlar, sınağı mən oxuyarkən cavabı deməmişdən qabaq siz səsimi dayandırın, cavabı deyin. Sonra mənim dediyimdən yoxlayın. Yaxşımı? Görün nəticəniz neçə olacaq? Neçəsinə düzgün cavab verəcəksiniz? Birinci, meşə sözündə neçə heca var? Uşaqlar, meşə, düzdürmü? Neçə heca oldu? Me 1 heca, şə 1 heca oldu, 2 heca, düzdürmü uşaqlar? İkinci suala keçək. Demək ki, burada B bəndi oldu, düzdürmü? 2-yə keçək. Əlifbamızda neçə hərf var? Əlifbada neçə hərf var uşaqlar? Bilirik ki, 32 hərf, 34 səs var, düzdürmü? Ona görə də C bəndi 32-ni götürürük. Mələk sözündə neçə samit var? Uşaqlar, saatlər hansıları idi? A, I, O, U, E, Ə, İ, Ö, Ü, düzdürmü? Yerdə qalanlar nədir? 23 samitimiz var, düzdürmü? Burada samitlər hansılar oldu? M, L və K. Demək ki, 3 samitimiz var. A bəndi 3. Dördüncüyə baxaq. Hansı cümlədir? Uşaqlar, biz nə demişik? Cümlənin arxasında nə qoyulur? Bax, sizə bir ipucu verim. Cümlənin arxasında, cümlə bitəndə bitmiş fikir ifadə etdiyi üçün nöqtə qoyulur, düzdürmü? A bəndinə baxaq. Ana ürəyi. Ana ürəyi bitmiş fikri ifadə etdi? Yox. Ona görə də söz birləşməsidir. B bəndi kitab. Kitab isə adi sözdür, düzdürmü? Amma C bəndi yağış yağdı. Bitmiş fikri ifadə etdi. Sonunda da nöqtə qoyulduğu üçün artıq C bəndi yağış yağdı nədir? Cümlədir. 5-ə baxaq. Neçə qalın saat var? Uşaqlar, neçə qalın saatimiz var bizim? 4 qalın, 5 incəmiz var. Düzdürmü? Qalınlar hansılardır? A, I, O, U. Ona görə də B bəndi 4-ü götürürük. 6-cı suala baxaq. Ailə sözündə neçə səs var? Uşaqlar, ailə sözündə neçə səs var deyəndə? Neçə hərf var? 4 hərf. Amma tələffüz zamanı ora Y hərfi də girir. Ailə deyirik, düzdürmü? Və ona görə də neçə səs olur? Olur 5 səs. Ona görə də A bəndi 5 səsi götürürük. 7-yə baxaq. Ad bildirən sözü tap. Ad bildirən sözlər hansı olacaq uşaqlar? Kim, nə, hara, düzdürmü? Əşyanın adını bildirir, düzdür? A bəndi gözəl, necə gözəl? Bu əlamət bildirdi. Bunu götürə bilmərəm. B bəndi bağça, hara, bağça. C bəndinə baxın. Yatmaq, nə etmək? Yatmaq hərəkət bildirdi. Demək ki, doğru cavab hansıdır? B bəndi bağça. 8-ə baxaq. Bayrağımızın neçə rəngi var uşaqlar? Əlbəttə ki, düşünmədən belə deyəcəksiniz ki, 3 rəngi var müəllimə, düzdürmü? B bəndi 3, mavi, qırmızı, yaşıl. 9-a baxaq. Vətənimiz haradır? Uşaqlar, vətənimiz haradır? Əlbəttə ki, vətənimiz Azərbaycandır. Əgər soruşsaydım ki, paytaxtımız haradır? Deyəcəksiniz Bakı şəhəri. Tamam. 10-cu suala baxaq. Hansı meyvədir? Uşaqlar, belə sual olanda çaşmayın, yaxşımı? A bəndi moruq, B bəndi çuğundur, C bəndi ananas. Bax, burada uşaqların çoxsu moruq götürür. Moruq götürə bilmərsiniz, çünki moruq gilə meyvədir. Moruqdur, börükgəndir, çiyələkdir, bunlar gilə meyvədir. Yaxşımı uşaqlar? Qarağatdır, bunlar gilə meyvə gedir, meyvə yox. Meyvə ananas götürəcəyik, yaxşı? C bəndi ananas. Çuğundur da götürə bilməliyik, çünki çuğundur tərəvəzdir. Uşaqlar, test deməklə bərabər işlədikdən sonra baxın, görün 10 dənədən neçə səhviniz, neçə düzünüz çıxdı. 9, 10 çıxsa əla nəticədir, çox gözəl nəticədir. Linki də aşağı yerləşdirəcəm. Kanala baxıb bəyənməyi unutmayın. Hələlik.